Tam Unit 2-yə keçirik. 11-ci sinif səhifə deməli neçədir? 29. Və lifetime experiences mövzunun adı belədir. Həyat təcrübələri, həyat boyu baş verən, yəni təcrübələr. Focus on the topic deyir, mövzuya fokuslanın. Work in small groups, kiçik qruplarla işləyin, şəkillərə baxın və sualları müzakirə eləyin. Why do you think people choose to do these activities? Nəyə görə insanlar bu fəaliyyətləri, hərəkətləri eləməyi seçirlər? How might they feel while doing these activities? Və onlar bu aktiviteləri edərkən necə hiss edə bilərlər? What might be the benefits of doing such kind of activities? Və belə fəaliyyətlər, aktivitelər eləməyin faydaları nə idi? Və what might be dangers of such kind of activities? Və belə aktivitələrin təhlükələri nə ola bilər? Bu barədə fikir yürüdəcəksiniz. Və sonra deyir ki, read the paragraphs and answer the questions. Paragrafları oxuyun və suallara cavab verin. What is the best title for paragraph A? Paragraf A üçün ən yaxşı title hansıdır? Oxuyaq. How we should protect ourselves from a dolphin attack. Biz özümüzü delfinlərin hücumundan necə qoruya bilərik? Qorumalıyıq. Why we shouldn't swim with dolphins? Delfinlərlə biz niyə üzməməliyik? The importance of spending time with dolphins to keep your stress level low. Və delfinlərlə vaxt keçirməyin vacibliyi öz stres səviyyəni aşağıda saxlamaq üçün. Və ikinci paragrafda üçün də başlığı oxuyaq görək, hansı uyğun gedə bilər. Sonra mətnləri oxuyacağıq uşaqlar. Tips for those who want an adventure in the deserts. Deyir ki, səhralarda macəra istəyənlər üçün ipucları. The stars can guide us in bad weather. Pis havada ulduzlar bizə bələdçilik edə bilər. The health problems the nomads have because of the exposure to strong sandstorms. Güclü qum fırtınalarına məruz qalmağa görə qalmağın ucbatından köçərlərdə olan sağlamlıq problemləri. İndi isə anı oxuyuram. No matter how tempting the Edward looks, how happy the dolphin looks in the vivid photographs, or how excited you are to jump in the pool or sea, science proves that it's not a good idea to swim with these wonderful and mysterious creatures. Baxmayaraq ki, elan, reklam çox cəlbedici görsənə bilər, tempting, cəlbedici. How happy və canlı şəkillərdə, vivid canlı şəkillərdə, fotoqraflarda delfin necə xoşbəxt görsənir və sən necə bir hovuza və yaxud da dənizə tullananda özünü necə xoşbəxt, həyəcanlı hiss edirsənsə, bütün bunlara baxmayaraq elm sübut edir ki, bu gözəl, əsrarəngiz və sehirli, mysterious, sehirli məxluqlarla üzmək yaxşı bir fikir deyil. We should learn to appreciate them from a safe distance to ensure their stress levels remain as low as possible. Deyir ki, biz öyrənməliyik onlara təhlükəsiz bir məsafədən qiymət verməyi ki, onların stres səviyyələrini mümkün qədər az saxlamağa görə. Also, just because these mysterious creatures have an overall friendly behavior, it doesn't mean that they are safe. Və baxmayaraq ki, yəni bu canlı varlıqların, bu sehirli, əsrarəngiz varlıqların ümumiyyətcə davranışları səmimidir, dostcasınadır, amma bu demək deyil ki, onlar tamamilə təhlükəsizdir.
When they are nearby and you're having a great time playing with them, the situation can be reversed at any time and they can bite you. Deyir ki, onlar sənin yaxınlığında olanda və onlarla sən çox möhtəşəm bir vaxt keçirəndə də qəfildən situasiya tərsinə dönə bilər. Reverse tərsinə dönmək istənilən vaxtı and onlar səni dişləyə bilərlər. They have been responsible for a surprising number of attacks so far. Və onlar indiyənə kimi yəni təəccüblü sayda hücumlara görə məsuliyyət daşıyıblar. Belə, birincisinin adı nə olacaq? Why we shouldn't swim with dolphins. Yəni biz delfinlərlə niyə üzməməliyik? Okay? İkincisini oxuyuruq. If you have decided to embark on a journey to a desert, you need to follow these tips for traveling through the desert and stay safe. Əgər istəyirsən, qərara gəlmirsən ki, səhrada bir səyahətə başlayasan, embark on, yazılmaq, başlamaq, qeydiyyata düşmək. Sən onda deyir, desertdə, səhrada təhlükəsiz qalmaqdan ötürü və səyahət etməkdən ötürü bu tiplərə, yəni aşağıda göstəriləcək tiplərə əməl etməyi, ipuclarına riayət etməlisən. As you probably know, there are always fierce sandstorms in the desert. Deyir ki, yəqin ki, sən bilərsən ki, həmişə səhralarda kəskin, fierce, qəzəbli qum fırtınaları olur. A sandstorm can move a big amount of sand and therefore it can be difficult to find which direction to go in. Deyir ki, qum fırtınası çox böyük miqdarda, nəhəng miqdarda bir qumu hərəkət elətdirə bilər və buna görə də hansı istiqamətdə hərəkət eləyəcəyini tapmaq çətin ola bilər. The stars which are constant and remain unchanging can be used as a compass for guidance and there is a real danger of getting lost. Və constant daimi deməkdir uşaqlar. Ulduzlar hansı ki hər zaman daimidirlər və dəyişmirlər yerlərini. Bələdçilik üçün kompas rolunu oynaya bilərlər. Çünki itmək təhlükəsi doğrudan da var. In addition to surviving a sandstorm, one has to cover exposed skin and then sit and wait for the storm to pass. Buna əlavə olaraq qum fırtınasına xilas olmaqdan ötürü, yəni exposed, məruz açıqda qalmış dəri örtülməlidir və oturub gözləməlisən ki, fırtına keçib getsin. Getting exposed to such condition for an extended period can cause serious health problems for those who have never experienced such weather conditions. Belə deyir, vəziyyətlərə uzun müddət ərzində məruz qalmaq belə hava şəraitlərini heç vaxt təcrübədən keçirməyən, heç vaxt belə hava şəraitlərdə olmayan kimsələr üçün ciddi sağlıq problemləri yarada bilər. It's hard to believe how nomads got adjusted to living in such a place all the time. Və inanmaq doğrudan çox çətindir ki, köçərilər belə bütün vaxt ərzində, yəni belə bir yerdə yaşamağa necə adjust olublar, öyrəşiblər. Deməli, ikinci mövzunun adı nə olacaq? Tips for those who want. Yəni, səhrada macəra axtaranlar üçün ipucları. Okay? Və mətndə deyir ki, bütün təriflərlə verilmiş sözlərə diqqət eləyin. Mən artıq onların mənalarını sizə çatdırdım. Və deyir ki, düzgün
uyğun gələn variantı seçin həmin o sözlərə. Tempting dedik ki, nədir? Cəlb edici, bir də tempt. Yəni də cəzb eləyən, cəzb edici, cəlb edici. If something is tempting, you want to do or have it. Dedik ki, əgər bir şey cəlb edicidirsə, sən onu etmək istəyirsən və yaxud da onu əldə etmək istəyirsən, A variantıdır. Vivid canlı deməkdir. Brightly colored parlaq rəngli. Reverse əksinə, tərsinə. Continue change something to its opposite. Nəysə onun tərsinə, əks istiqamətinə çevirmək. Embark on upon, diqqətli olaq, on uponla işlənir. Dedik başlamaqdır. Start something new or important. Nəysə vacib bir şeyə başlamaq, yeni və yaxud da vacib bir şeyə başlamaq. Fierce, kəskin dedik, güclü, powerful and strong, güclü və güclü. Constant, daimi, happening a lot or all the time. Çox və yaxud da bütün vaxt ərzində baş verən. A variantı extended, geniş, long, uzadılmış, long or longer than usual, müddət baxımından deməli uzun və yaxud da adətindən daha uzun. Adjust, öyrəşmək. Become more familiar with a new situation, yeni bir situasiya ilə daha çox tanış olmaq. Listen and check your answers deyir. Qulaq asın və cavablarınızı yoxlayın. Ehtiyac yoxdur, mən artıq dedim və deyir ki, tələffüzə fikir verin. O tələffüzlərini də dedim, yenə də deyirəm. Tempting, vivid, reverse, embark on, fierce, constant, extended, adjust. Okay. Geriyə verib bir də tələffüzləri qulaq asa bilərsiniz. Və 3-cü çalışmada deyir ki, tapşırıq 2-dən sözlərlə və frazalarla cümlələri tamamlayın. Və ehtiyac ola bilər ki, sən feilin formalarını, verb forms dəyişməyə ehtiyac ola bilər. Gəlin baxaq. Many people think that an eating disorder can be reversed simply by eating normal again. Əksər insanlar düşünür ki, yemək pozğunluğu, yəni normal yeməyə başlayaraq tərsinə çevrilə bilər, yəni düzələ bilər. Çox vaxt yox, düşünmürəm. I moved to a new country a month ago. Mən yeni bir ölkəyə köçdüm bir ay əvvəl. I still cannot adjust to living here. Adjust olacaq. Niyə? Çünki hələ də deyir bura öyrəşə bilmirəm. Uyğunlaşa bilmirəm. Adjust, uyğunlaşmaq, öyrəşmək. With my new team, we have embarked on. Embarked on. Feilin formasını dəyişirik. Çünki indiki bitmiş zamandır və qaydalı feildir idi ilə. Deyir ki, yeni bir komandamla biz yeni bir proyektə başlamışıq. Bu bizim hamımız üçün yeni bir adventure'dır, macəradır. Spanning, extended period, burada extended olacaq. Uzun müddət, extended. Periods of time sitting and playing with your phone is bad for your neck and back. Deyir ki, öz telefonunla oturub uzun saatlarca, uzun müddət ərzində onunla oynamaq sənin boynun və kürəyin üçün, belin üçün pisdir. Look at this chocolate pie, və yaxud da sən bu şokolad piroquna bax. It looks so tempting. O çox cəlb edici, cəzb edici görsənir. I cannot stop myself from eating it. Mən özümü saxlaya bilmərəm ki, onu yeməyim. It's boiling today. Bugün hava qaynayır. Look. Bax. Even the sand is baked dry by the fierce. Burada fierce olacaq. Heat of the sun. Deyir ki, hətta deyir deməli, qum da günəşin kəskin istiliyindən bişib, quruyub, çox quruyub. I hurt my foot yesterday. Dünən ayağımı çox incitdim, yəni əzdim, zədələdim. I was in nə olacaq burada görək? In.
Constant. Constant yadımdan çıxmışdı bu söz. Constant pain all day long. Daimi, yenə belə uzun müddətli, daimi, constant. Bütün gün ərzində deyir, kəsilməz, arası kəsilmədən ağrı hiss eləmişəm. In all his drawings he uses vivid colors. Vivid colors. O parlaq rənglərdən, canlı rənglərdən istifadə edir öz rəsmlərində, çizgilərində, çizgi. He doesn't prefer soft and pale colors. O yumşaq və solğun rəngləri üstünlük vermir, dostlar. Və keçirik növbəti səhifəyə. Biz hardan başlamışıq? Neçə dənə səhifə oxuduq? 930, 31 və burada deyir ki, reading hissədir. Və burada deyir ki, Nut Hampson tərəfindən olan noveldən bir hissəni oxu və yoldaşınla sualları müzakirə elə. Night was coming and again. Gecə yenə gəlirdim. The sun just dipped into the sea and rose again, red, refreshed, as if it had been down to drink. Deyir ki, günəş yenidən dənizə batdı və qalxdı qırmızı və yenilənmiş, təzələnmiş şəkildə. Sanki deyir, o batmışdı ki, su içsin. I could feel more strangely on those nights than anyone would believe. Və mən həmin gecələrdə özümü heç kəsin inanmadığı qədər qəribə hiss edirdim. What does the writer want to say with this sentence? The sun just dipped into the sea and rose again. Deyir ki, yazıcı bu cümlə ilə nə demək istəyir? Günəş batdı dənizə və yenidən qalxdı. Nə demək istəyir? Səhər açıldı da, yəni. It was morning. Which natural phenomenon does he describe? Hansı deyir təbii bir anlayışı o təsəvvür edir? Günəşin batmağını və çıxmağını, gecənin bitib səhərin açılmağını. Gecənin düşüb daha sonra səhərin açılmağını. Do you like watching the sunset or sunrise? Deyir, sən günəş batımına və günəş doğmasına baxmağı sevirsən? Mən hə. Why or why not? I feel peace. Nəyə görə deyir? Hə, niyə yox? Mən huzur, rahatlıq hiss edirəm, sakitlik. İndi gələk görək burada nə deyir? If something tilts, it moves so that one side is lower than the other. Əgər bir şey əyilirsə, tilt əyilmək deməkdir uşaqlar. O elə hərəkət eləyir ki, bir tərəf digər tərəfdən hündürdə, yox, aşağıda qalır. Təbii ki, digər tərəfdə hündürdə qalır. Inverse isə əksinə deməkdir. Opposite in relation to something. Nəyəsə nəzərən, tərsinə, nəyəsə nəzərən. Glow da parlamaq. Brightness of color, rəngin parlaqlığı. Və sonra deyir ki, 2-də mətni oxuyun və suala cavab verin. For 1-8, choose from the paragraphs A, E. Deyir ki, A-E paragraflarından bu aşağıdakılara uyğun gələni seçin. Each paragraph may be chosen more than once. Bir paragraf bir neçə dəfə, birdən çox dəfə seçilə bilər. Which section contains the following information? Hansı seksiyada aşağıdakı informasiya var? Gəlin oxuyaq. The reason of the polar day. Polar qütb gününün səbəbi. A mention of the midnight sun outside its usual place. Gecə ortası günəşinin öz adəti məkanından xaricdə olması barədə nəysə mention adı çəkilir. A mention of two different names of the same phenomenon. Eyni anlayışın müxtəlif iki adının çəkilməsi. A mention of a top tourist destination. Ən çox turist məkanının adı. A mention of a less favorable place for observing the midnight sun. Gecə ortasında çıxan günəşi müşahidə eləmək üçün ən az
ən az tövsiyə edilən yerin adının çəkilməsi. A suggestion that can help have a perfect memory of the visit. Səyahətin barədə gözəl xatirənin olması üçün təklif. An explanation of the occurrence of the midnight sun away from the Arctic Circle. Gecə günəşinin Arktik mərkəzdən uzaq olmasının izahı. A comparison of local people with tourists və lokal yerli insanların turistlərlə olan müqayisəsi. I'm sorry. Roughly speaking, every place on Earth spends half the year in daytime and half the year in the nighttime. Yəni açıq danışsaq, roughly, kobud danışsaq, yəni açıq danışsaq, dünyada hər bir yer ilin yarısını gündüz vaxtında, yarısını isə gecə vaxtında keçirir. At the equator, the periods of daytime and nighttime are more or less equal to about 12 hours each throughout the year. Ekvatorda isə gündüz və gecənin vaxtları bir-birinə demək olar ki, il boyunca yaxındır. Yəni 12 saat gecə olur, 12 saat gündüz ekvatorda. As you move away from the equator, the balance changes every day. Və ekvatordan sən uzaqlaşdıqca bu tarazlıq dəyişir hər gün. Eventually, as you get close to the North Pole or South Pole, periods of daytime and nighttime can last a full 24 hours. Və nəticədə sən şimal və yaxud da cənub qütbünə yaxınlaşdıqca gündüz və gecənin müddətləri bütöv 24 saat ərzində də davam edə bilər. Yəni bu deməkdir ki, uşaqlar bəzi qütblərdə, yəni ola bilər ki, şimal qütbündə tamamilə bütün 24 saat sutka gündüz olsun və yaxud da əksinə gecə olsun, eləcə də əksinə cənub qütbündə. İndi özünüz düşünün. Şimal qütbündə gündüzdürsə bütün gecə, cənub qütbündə təbii ki, gecə olacaq və yaxud da əksinə. This phenomenon is called polar day and polar night. Bu anlayış qütb gündüzü və yaxud da qütb gecəsi adlanır. The popular term for polar day is a midnight sun. Və when the sun stays above the horizon 24 hours a day, meaning no sunrise or sunset, just constant daylight. Və polar day'in qütb gündüzünün ən məşhur termini gecə günəşidir. Harada ki, bu deməli günəş I'm sorry. Günəş üfüqdən yüksəkdə dayanır 24 saat boyunca. Yəni günəş yuxarıda olur da batmır. Və bu deməkdir ki, heç bir nə günəş qalxımı olmur, nə günəş batımı olmur. Sadəcə daimi, dayanıqsız, dayanmadan constant daylight, gündüz işığı. Və bu harda biz bunu gördük. Gördük ki, the reason of a polar day ola bilər. Bax, aya uyğun gələ bilər bir. Yəni qütb gündüzünün səbəbi. Sonra hələlik bir uyğun gəlir uşaqlar. Sonra the midnight sun is a result of the earth's tilt. Gecə günəşi yerin əyilməsinin nəticəsidir. Due to this fact, one of the earth's poles is normally tilted toward the sun, while the other is tilted away. Deməli, bu fakta görə günəş qütblərinin biri günəşə doğru əyilir normalda və digər hissəsi isə ondan uzaqlaşır. In June, when the North Pole is pointed toward the sun,
No matter how much the earth rotates, the sun never appears to set. The midnight sun. Aha. Yox, uşaqlar. Deməli, birincisi deyil əslində. Polar day. Polar day. Hə, birincisi, okey. Yox. Deməli, deyir ki, nə deyirdi? Hardaydıq? Bir dəqiqə. Aha. İyun ayında şimal qütbü günəşə doğru istiqamətlənəndə deyir, baxmayaraq ki, yer nə qədər fırlanırsa da fırlansın, heç vaxt günəş orada batmayacaq. Yəni günəş yer öz ətrafında nə qədər fırlansa da günəşi orada batan görməyəcəyik. Bu da nə adlanır? Midnight sun, gecə günəşi. The South Pole, on the other hand, is in the 24-hour darkness, polar night. Və Cənub qütbündə digər bir tərəfdən 24 saatlıq bir qaranlıq olur. Bu da nə adlanır? Gecə, qütb gecəsi. 6 months later, the situation is reversed. Və 6 ay sonra situasiya əksinə çevrilir. Now the South Pole is pointing away from the sun and the sun doesn't rise at all. Və şimal qütbü günəşdən uzaqlaşır və günəş heç vaxt orada qalxmır. Meanwhile, the other pole of the planet, however, witnesses an inverse effect. The South Pole is based in the continuous sunlight of polar day. Və eyni zamanda planetin digər qütbü, cənub qütbü bunun əksi bir effektin şahidi olur və cənub qütbü qütb gündüzünün davamlı günəş işığında çimir. Və bu harda? Bir dəqiqə. Burada bilirsiniz uşaqlar, burada Arctic Circle-ın adını çəkməyib deyəni, ona görə hələ o qabaqda var. A mention of the same phenomenon. The reason of the polar day, bunu bildik. A mention of the midnight sun outside it's a mention of two different names of the same midnight sun. Uşaqlar, gəlin oxuyaq, axıra kimi oxuyaq. Ondan sonra bir qərara vararıq, görək hələ başqa paragraflarda nədən danışılır. The midnight sun can be experienced in either the Arctic or Antarctica. Gecə günəşi həm Arktikada, həm də Antarktikada görülə bilər. In the northern hemisphere, the midnight sun can be seen in Greenland, Svalbard, Russia, Canada, Alaska, and the Scandinavian countries. Şimal yarımkürəsində gecə günəşi Qrinlandiyada, Svalbardda, Rusiyada, Kanadada, Alyaskada və Skandinaviya ölkələrində görsənə bilər. In Svalbard, a key destination for cruises to Arctic, the sun does not set for 60 days. Svalbardda Arktikanın deməli, for cruises, Arktikaya gedən kruz gəmilərinin əsas məskəni, destination, orada nə olur? Günəş 60 gün boyunca batmır. The closer a place to the North Pole, the longer the period of polar day. Məkan şimal qütbünə nə qədər yaxındırsa, günəş deməli qütb gündüzünün uzunluğu da o qədər çox olur. In the northernmost town in the world,
Nay, Ellison, the midnight sun lasts for 131 days or so. Və şimal deməli dünyanın ən şimal ölkəsini Alesundda gecə günəşi 131 gün və yaxud da 131 gün təxminən o qədər çəkir. The people who live in these areas eventually get used to the constant sunlight or darkness for extended periods of time. Və bu ərazilərdə yaşayan insanlar daimi günəş işığı və yaxud da qaranlığa uzun müddətli öyrəşə bilirlər. Newcomers or visitors though often find it hard to adjust and might have trouble sleeping. Və yeni gələnlər və səyahətçilər buna baxmayaraq onlar belə yerə öyrəşməkdə çətinlik çəkirlər və yatmaqda da onlar əziyyət çəkirlər. Locations, bir dəqiqə, burada baxaq görək. Yenə baxarıq görək. Burada nədən danışıldı, yadımızda saxlayırıq. Locations that are outside the Arctic and Antarctic circles also experience polar days. Arktika və Antarktika mərkəzlərindən uzaqda olan məkanlar da gündüz qütb gündüzlərini görürlər. It's due to an optical effect where the light from the sun is bent by the Earth's atmosphere. Bu da deyir optik effektə görədir ki, haradakı günəşdən gələn işıq yer kürəsinin atmosferinə görə əyilir. In other words, the sun remains visible even though in reality it lies below the horizon. Və digər sözlə belə deyə bilərik ki, günəş hələ də görsənir, amma əslində o üfüqdən daha aşağı tərəfə əyilmiş olmasına baxmayaraq. For instance, Stevens Village in Alaska is about 60 kilometers south of the Arctic Circle. Məsələn, Stevens kəndləri Alyaskadakı Arktik mərkəzdən 60 kilometr uzaqdadır. Nevertheless, it enjoys midnight sun for approximately 17 days from about June 12 to 29. Buna baxmayaraq o təxminən 17 gün ərzində iyunun 12-dən 29-una kimi gecə günəşindən o da zövq alır. Eagle Summit in Alaska is one of the few places outside the Arctic Circle where you can experience the midnight sun. Eagle Summit Alyaskadakı o da Arctic Circle-dan, mərkəzdən uzaq olan yerlərdən biridir ki, orada da sən gecə günəşini görə bilərsən. However, the summit would not be a comfortable place to witness the midnight sun due to its severe winds and rain. Amma buna baxmayaraq ora deyir gecə günəşinə şahidlik etmək üçün rahat bir yer olmayacaq. Nəyə görə? Çünki kəskin küləyə və yağışlara görə. It's tempting to see all the sights under the midnight sun. Gecə günəşinin altında bütün görməli yerləri görmək cəlb edicidir. Thus, tourists are embarking on adventurous voyages to the lands of the midnight light to enjoy the sights and make new discoveries when they literally get to see nature and wildlife in a different life. Beləliklə, turistlər macəralı səyahətlərə başlayırlar. Həmin bu gecə günəşinin, gecə işığı olan torpaqlara, orada görməli yerləri görmək üçün, həzz almaq üçün və yeni kəşflər etmək üçün. Əslində isə onlar fərqli bir işıqda təbiəti və
wildlife, yabani həyatı, vəhşi həyatı elə bil görmək istəyirlər. The golden glow of the golden hour is what many tourists remember most about their midnight sun experiences. Və qızılı parlaqlıq, qızılı saatın qızılı parlaqlığı bir çox turistlərin gecə günəşi haqqda ən yadda qalan bir anlayışdır. Yəni onların ən yadda qalan anlayış həmin bu dedikləri bir şeydir. It's a great time to take pictures və həmin vaxt şəkil çəkdirmək üçün möhtəşəm bir vaxtdır. To capture the magic of the golden hour, book your journey now. Və qızılı saatın sehrini əldə etmək üçün öz səyahətini indi sifariş et. Just remember, since colors are more vivid in the midnight sun, keep images simple, concentrating on 2 or 3 colors at the most to avoid a messy image. Və yadda saxla ki, burada rənglər parlaq, yəni gecə günəşi altında rənglər çox parlaq olduğundan şəkilləri sadə saxla, sadəcə 1-2 rəngə fokuslan, konsentrasiya ol ki, şəkillər messy, bulanıq çıxmasın. Okay, uşaqlar, burada deməli baxaq, hansılar uyğundur. A mention of, mənə elə gəlir ki, ikinci, burada Midnight Sun'ın digər bölgələrdə də görsənməsi D mətninə uyğundur. Eyni adın 2. Mənə elə gəlir ki, bu üçüncü aya uyğundur. Eyni ad, müxtəlif 2, eyni anlayışın 2 müxtəlif adı. Bir dəqiqə də baxım. Çünki burada daytime, nighttime, polar day, polar night, bir dəqiqə, midnight sun. Və yaxud da bir dəqiqə. Elə mənə elə gəlir ki, o uyğundur. A mention of the midnight sun. Bunu dedik, hardadır? Bu bir dəqiqə, its usual place. Burada uyğundur. İkinci burada uyğundur. Burada yazıram. Sonra a mention of a top tourist destination. Dördüncüdə ən çox turist məkanı olan yer. Bu Y-yə uyğundur. Dördüncü Y-yə uyğundur. Çünki dedi turistləri cəlb eləyir. Nə bilim, orada qızıl işıqlar falan olur. A mention of less favorable place for observing the midnight sun. Daha az məsləhət görülən yer, harada ki sən gecə günəşini müşahidə etmək istəyirsən. Bu deməli olacaq D bəndində. Çünki burada deyir ki, axırda kəskin külək və yağış olduğuna görə burada lazım deyil izləmək. Suggestions that can help have a perfect memory of the visit. Yəni, yaxşı, gözəl bir, möhtəşəm bir xatirə səyahətdən bu barədə təklif. Bu da sonuncuya uyğundur. Ya da bir dəqiqə, book burada deyir də. Və sonra an explanation of the deyir ki, Arktik mərkəzdən uzaqlarda gecə günəşinin yaranmasını izah eləyən mətin, paraqraf. Bu neçəncidir? 7. 7-ci isə D-yə uyğundur bu da.
və a comparison turistlərlə yerli əhalinin fərqi, müqayisəsi. Bir dəqiqə, bu hardaydı? Elə bir şey, yerli əhali barədə danışıq oldu ki, elə bir şeyə rastladığımı düşünmürəm. Bir dəqiqə, çocuqlar. Okey. C variantı, C'də danışılıb, yadımdan çıxmışdı. Deyir ki, burada yaşayan insanlar daimi günəş işığına və qaranlığa öyrəşmiş olurlar uzun müddət. Amma yeni gələnlər üçün bu biraz çətin olacaq və bu sonuncu C paraqrafına uyğundur. Görək başqa. B-yə uyğun olmadı. Oh my gosh. B-yə uyğun demir, nice. Burada yaranmaz the reason of the polar day. Bura 3-də, 3 bura bəlkə də uyğundur. Bir dəqiqə. Şey oxuduğum mətnlər yadımdan çıxıb. Okay. A reason of the polar day. Roughly speaking. Bir də uyğundur əslində. Çünki burada səbəbi geniş şəkildə izah eləyir. Bu qədər uşaqlar, ümid eləyirəm, səhv yadımda qalmayaraq elədim. Və gəlin bu tapşırığı da eləyək. Bununla da bu səhifə yekunlaşsın. Deyir, mətni yenidən oxuyun və aşağıdakı cümlə, frazalarla, sözlərlə tamamlayın. Bir dənə söz artıqdır. If the North Pole is tilted away. Away olacaq məncə. Bura away yazaq. Çünki from deyir. Ona görə də away. There is a deyir ki, əgər şimal qütbü günəşdən uzağa əyilibsə, there is cənub qütbündə nə olacaq? Şimal qütbü uzaqlaşıbsa günəşdən, cənub qütbündə polar day olacaq. Polar day. There is a polar day. Bax, bunu silim. Bunu da silim. Polar day olacaq. Çünki uzaqlaşıb. Onda cənub qütbü, o deməli uzaqlaşıbsa şimal qütbündə qaranlıq, cənub qütbündə gündüz olacaq. When the North Pole is tilted toward, günəşə tərəf əgər əyilibsə şimal qütbü, the South Pole witnesses a polar night. Günəşə tərəf əyilirsə, cənub qütbündə polar night olacaq, qütb gecəsi. Night. Optical effect. Burada optik effekt deyir ki, belə uzun yazmayayım. Effect, optical effect odur ki, o deməli Arktika və Antarktikadan uzaqda olan yerlərdə gündüz, gecə günəşinə səbəb olur. The places nearer to the North Pole also have polar days of continuous sunlight. Bunu da silək. Deməli, şimal qütbünə yaxın məkanlarda da, daha yaxın məkanlarda da davamlı günəş işığı olan qütb gündüzləri olur. There is when travelers create bright memories. The golden hour. Bu da tovarda elədik. The earth olmadı da. Bu söz artıq oldu. Golden hour. Qızıl saat səyahətçilərin parlaq xatirələr yaratdığı zamandır. Və sonra uşaqlar deyir ki,
Situasiyanı oxuyun və instruction təlimatlara riayət edin. Imagine that you are in the Arctic Circle in summer. Sən deyir, təsəvvür et ki, yayda Arctic Circle-dasan. The sun is up 24 hours a day, 7 days a week. Və günəş həftənin 7 günü, günün 24 saatı göydədir, yuxarıdadır. Make a list of the advantages and disadvantages of living in a place with so much sunlight. Belə çox günəş işığının olduğu bir məkanda yaşamağın üstünlüyü və dezavantajları, qeyri-üstünlükləri haqqında siyahı hazırla. Then decide whether you think you could enjoy living in an area where you wouldn't see night for many months. Ondan sonra qərar ver ki, sən elə bir yerdə yaşamaq istərdinmi? Haradakı aylarla gecə olmayacaq, yəni belə bir yerdə yaşamaqdan zövq alardınmı? Bunu qərarlaşdır. Okey uşaqlar, bu qədər. Bəyənin, paylaşın, abunə olun. Suallarınız yaranarsa yazın. Belə 29, 30, 31, 32, 33. Sağ olun.